Goranboyda qadın boğazından bıçaqlanıb. Hadisə rayonun Nizami kəndində qeydə alınıb. Belə ki, kənd sakini 38 yaşlı Gülnarə Nəcəfova boğazının kəsilmiş, deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta axır qiymətləndirilir. Səhər 6:50-də təcili yardım qadın gətiribdi. Boyun nahiyəsində kəsilmiş yarası, sol çiyində kəsilmiş, deşilmiş yarası. Deməli, boynunda traxeya zədələnibdir. Əməliyyat olub, xəstə ağır vəziyyətdə daxil olubdur. Hal-hazırda reanimasiyada müalicəsi davam olunur. Araşdırma zamanı məlum olub ki, 38 yaşlı Gülnarə Nəcəfovanı qardaşı 32 yaşlı Samir Nəcəfov qısqanclıq zəminində aralarında baş verən mübahisə zamanı bıçaqlayıb. Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəxsə kəsici deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 32 yaşlı Samir Nəcəfov saxlanılıb, faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, boğazından bıçaq xəsarəti alan 38 yaşlı Gülnarə Nəcəfovanın bir övladı var. Məlumata görə boğazından bıçaq xəsarəti alan qadın 6 aylıq hamilə olub. Onun bir müddət əvvəl boşandığı deyilir. Faktla bağlı araşdırma aparılır.